Salam, hər vaxtınız xeyir olsun. Time nəşriyyatının 3-cü sınağı ilə davam edirik. Məntiqi ardıcıllığı tamamlayacağıq. Ümumi olaraq diqqət yetirsək, göz gəzdirsək, söhbət nədən gedir? You have been waiting for long in a queue in front of the bank on a rainy day. Yağışlı bir gündə bankin qarşısında deməli uzun bir müddətki gözləyirsən və görürsən ki, bir qadın, iri bir qadın səni itələyir və səndən qabağa keçmək istəyir növbədə. Əsəbləşirsən və qadına yaxınlaşıb son hissə çox önəmlidir. Uca səslə və qəzəbli şəkildə nə deyə bilərik? Bax bu son hissə bizə ipucu verəcək ki, nə deyəcəyimizi müəyyənləşdirək. A variantı where do people learn such polite behavior? İnsanlar belə nəzakətli davranışları hardan öyrənir? Bu kinayədir. Qəzəb nümayiş etdirirmi? Uca səsdən bağıraraq, hələ ki saxlayaq. Bir variantına gəldikdə tamamilə fərqli aspektə çıxır. Is this the right queue for the bills? Bu bil üçün, bu çek üçün düzgün növbədirmi? C variantı bağışlayın, növbənizi mənə verə bilərsinizmi? Təbii ki, heç biri qəzəbi, nifrəti, o əsəbi situasiyanı, vəziyyəti ifadə etməyəcəkdir. I variantı da həmçinin bu qəbildən. Ya A ya da D variantı olacaqdır. D variantına gəldikdə isə that really wasn't a very nice thing you did back there. You know, sən bilirsən ki, sən bayaq etdiyin şey yaxşı bir şey deyil. Deyə bilərikmi? Bəli. D variantı daha çox uyğunluq təşkil etdiyinə görə 3-də birinci sualın variantı D olacaqdır. 2 gəldikdə isə we are going to gather the harvest in the late October. Biz məhsulu oktyabrın sonlarında yığacağıq. Fruits are usually ripe in the middle of October. Və oktyabrın ortasında isə artıq məhsul yetişmiş olur. Yəni, oktyabrın ortasında məhsul adətən yetişmiş olur. Və biz onu oktyabrın sonunda toplayacağıq. Bu deməkdir ki, məhsul yetişəcəkdir oktyabrın ortasında və oktyabrın sonunda isə artıq yetişmiş məhsulu biz toplayacağıq. Bir də, after the fruits are ripe, məhsul yetişəndən sonra we will have been gathered the fruits. Məchula ehtiyac yoxdur. Niyə? Mübtəda var, tamamlıq var. Niyə məchul götürək ki? Ona görə variantlardan biri ataq. C variantında əs-sünəzdən verir. Bu nə deməkdir? Elə məhsul yetişən kimi biz onu toplayacağıq. Amma fasilə var axı. Yetişəcək oktyabrın ortasında və biz onu sonlarında toplayacağıq. Əs-sünəz eyni zamanlığı ifadə edəcək. Ona görə 2-ni götürə bilməyəcəyimizə görə C variantı. By the time we gather the harvest, biz məhsulu toplayanda o artıq yetişmiş olacaqdır. Düppədüz. 4-də after fruits are ripe, məhsul yetişəndən sonra we will gather, biz onu toplayacağıq. 3-4 əla. 5-ə gəldikdə we are gathering the harvest while fruits, while'dan sonra da will istifadə etmirik də, quruluşca səhvdir. Doğru variantımız A variantı olacaqdır. 3 və 4. 3-də məhsul yetişdikdən sonra deməli biz məhsulu toplayanda o artıq yetişmiş olacaqdır. 2-də isə yetişəndən sonra demək olar ki, yaxın mənalıdır. 3-də 4-də bir-birinə. Doğru variantımız neçə idi bu? 2. 2-də A variantı. 3-ə gəldikdə isə I put on the heat. Mən qızdırıcını yandırdım. Put on ifadəsi olacaqdır. Once she has made up her mind to do something, bir dəfə nə etməyə qərar verirsə, heç bir şey onu saxlada bilməz. Onu fikrindən, yolundan döndərə bilməz. Put off ifadəsi olacaqdır. She put out her hand from her pocket to shake mine. Bu hissəyə gəldikdə put out, çıxarmaq. Əlini cebindən çıxardı ki, mənimlə əl sıxışsın. Burada C variantı. A, B, C. A variantı da 4-ə gəldikdə sual və sualın qarşısına yes, I went there last week. Bəli, mən ora deməli keçən həftə getdim. Deməli ümumi sual cümləsidir. Ümumi sual cümləsidir isə 3-dən 4-ü ataq. Çünki WH-li ifadələrdən başlayırsa bu xüsusi sual cümləsi olacaqdır. O zaman nə deyə bilərik? Qarşılığında deyir ki, the tulips were wonderful. Zambaqlar möhtəşəm idi. O zaman biri deyərik də have you been to Hampton Court? 1.
Yaxşı. Nə deyirsə qarşılığında məntiqi ardıcılı davam etdirmək lazımdır. O da deyəcək ki, yes I did. Did you go there by car? Sonra maşınla getmişdik. Bəli. 1 və 2 olacaqdır. Əslində deyəcəksiniz ki, 5 niyə olmur? 5 düzgündür. Didlə sual verib qarşıda didlə cavab verərəm. Amma məntiqi ardıcılığı gözləmir. Ona görə. 5-ci sualda isə cümlələrin növünü təyin edəcəyik. Birincidə silk gəlib sıvısından əvvəl vergül varsa, təbii ki, bu olacaqdır. Compound, yəni tabes mürəkkəb cümlə. 2-də she was so tired that, sözündən sonra sifət götürüb zət götürəcəksə, nəticə vıdaq cümləsi result olacaqdır. 3-ə gəldikdə so that bitişik yazılıb özündən sonra modal alırsa, təbii ki, bu da məqsəd olacaqdır. 1C, 2A, 3, 1, daha doğrusu 1A, 2C, 3B. 1A, 2C, 3B, I variantı doğru variantdır. Devam edirik 6 ilə paragrafı tamamlayacağıq. Ümumi paragrafa diqqət yetirsək, görək nədən bəhs eləyir. The International Conference on Climate Change brought together experts and policymakers from around the world. İqlim dəyişikliyi ilə bağlı olan beynəlxalq konferans dünyanın hər yerindən olan ekspertlər olsun, siyasətçilər olsun, bunları bir araya gətirdi. Və mərasim zamanı müxtəlif müzakirələr ətraf mühitinin davamlılığı ilə bağlı bir çox önəmli məsələlər müzakirə olundu. Və bir çox müzakirələr keçildi. Attendees were able to exchange ideas, share best practice and collaborated on innovative solutions. İştirakçılar fikir mübadiləsi aparır, ən yaxşı praktik təcrübələrini bölüşür. Bununla bərabər yeni həll variantlarında əməkdaşlıq etdilər. Ən nəzərə çarpacaq an isə doktor Petel'in tanınmış ekoloq olan tanınmış alim, deməli alimin çıxışı idi. He emphasizes, bu hissəyə diqqət yetirmədik, onun thought-provoking keynote speech, onun dərin düşüncəyə, dərin düşünməyə sövq edən, insanları düşünməyə sövq edən çıxış oldu. He emphasizes the urgency of the situation and stressed the need for, o vəziyyətin ciddiliyini vurğuladı və the need for nəyə ehtiyacı, vəziyyətin ciddiliyini vurğulayır və nəyə ehtiyacı olduğunu ifadə eləyir. Gəlin baxaq. A variantında karbon qazının, yəni karbon qazı ilə bağlı müəyyən bir regulation tədbirlərin görülməməsini, B variantı decreased funding for the energy projects, green energy projects, yaşıl enerji layihəsi ilə bağlı maliyyənin decrease azaldılmasını vurğuladı və burada ən rahat bilirsiniz nədir? Çox uzağa getmədən for var, for varsa təbii ki biz A variantı zaten uyğun gəlmir. B variantında da ki nəyə deyə bilərik? Məsələn, ayıncılı ifadələr lazımdır bizə. Bu aspektdən yanaşacağıq. C variantına gəldikdə yenilənən enerji mənbələrindən yaxa qurtarmağın vurğulamış olur. D variantında ferma təsərrüfatının dayandırılmasını deyir, yəni kənd təsərrüfatının dayandırılmasını ifadə eləyir. I variantına gəldikdə isə fostering international cooperation on climate goals, iqlim hədəfləri ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsini vurğulayır. I variantı tamamilə uyğun gələcəkdir. Çünki ondan əvvəlki hissələrdə də məhz iqlim dəyişikliyi ilə bağlı deməli müəyyən məsələlər vurğulanmış olur. Ona görə doğru variantımız I variantı. Bu neçənci sual idi? 6-cı sual. O zaman 7 ilə davam edəcəyik. 7-yə gəldikdə Adam's wife deməli boşluq və biz nisbə əvəzlik istifadə edəcəyik. İstifadə edəcəyimiz nisbi əvəzlik cümlədə mübtəda funksiyasında olacaqdır. Vergül olduğuna görə zətləri götürə bilməyəcəyik. Ataq zətləri getsin. Ona görə who'lardan davam edə bilərik. Digər tərəfə gəldikdə Adam's nephew moved to Russia last year. Yenə bizə nisbə əvəzlik lazımdır. Niyə? Bu baş cümlədir. Bu da baş cümlənin xəbəridir. Ortada gələn moved budaq cümlədir. Biz mütləq budaq cümlənin yanına bir nisbə əvəzlik qoymalıyıq. Boşluq qoya bilməyəcəyik.
Who da ola bilər, that da ola bilər. Hər ikisini verə biləcəyik. 3-ə gəldikdə Adam's daughters talk about a visit to Russia. Boşluqdan sonra isim var. Boşluqdan əvvəl də isim var. İki isim arasında nə gələcəkdir? Talk burada danışmaq yox, danışıq anlamını ifadə edəcək. İki isim arasında whose istifadə edəcəyik. O zaman 4-də də yenə dislikes, xəbərin qarşısına that olacaq. Doğru variantımız E variantı. 8-ə gəldikdə vasitəsiz nitq vasitəliyə çevriləcəkdir. Cümləyə diqqət edirsək, I will help you to pass the exam, said Mr. James, our math teacher. But you have to study much, he added. Baxırıq, cümlədə xitab var. Xitab varsa o zaman çevirmədə belə deyəcəyik. Mr. James told Aysu. Variantlarda bu formada axtaracaq. Bir də baş cümlə keçmiş olduğuna görə willlər would-a çevrilmiş olacaq. Yəni, dəyişilmə baş verəcəkdir. Bir də şəxslərdə dəyişilmə olacaq. A variantına gəldikdə Mr. James, their math teacher, onların riyaziyyat müəllimi, amma ana cümlədə deməli nə deyirdi? Bizim riyaziyyat müəllimimiz. Bir səhv budur. İkinci tərəfə gəldikdə isə tamamlıq varsa, o zaman biz said deyil də tolddan istifadə edəcəyik. Yəni, çevrilmə zamanı əgər tamamlıq varsa, said feili told feili ilə əvəzlənmiş olacaqdır. A variantını atacağıq. B variantına gəldikdə deməli, he would help Aysu, help feili özündən sonra ya donmuş ya da ki tulu feil qəbul edir. Amma burada idili veribdir. Bu da yanlış olacaqdır. C variantına gəldikdə Mr. James, our math teacher, told Aysu, toldla geri dönüş edib düppədüz. He would help her to pass the exam. Would feili özündən sonra ikinci feili to ilə gətirib. Niyə would qoyduq? Willi bir adım keçmişə gedib would-a çevrilib. And he demanded her to study much. Və ondan çox çalışmağı tələb etdi. C variantı düppədüzdür. D variantı ask ümumi sual cümlələrin çevrilməsində istifadə olunacaqdır. Bir də cümlədə xahiş ifadə olunarsa, əmr cümlələrinə xahiş olarsa, o zaman askdan istifadə edərik. Nəqli cümlədə ehtiyac yoxdur. E variantına gəldikdə isə deməli, burada nəyə diqqət edəcəyik? Yenə tamamlıq olmalıdır. Said deyil də told Aysu ifadəsindən geri dönüş edərik. Digər tərəfə gəldikdə he insists that, o təkid etdi ki, o çox oxumalıdır, onun çox oxumasını israr edirdi. Insist təkid etmək, israr etmək. Bunu da demək olar, sadəcə must feilinin əvəzinə had to istifadə olunardı. Bir də cümlədə tamamlıq olduğuna görə told feili ilə geri dönüş etsək daha doğru olardı. Ona görə 7-də doğru, daha doğrusu 8-də doğru variantımız C variantı olacaqdır. 9-a gəldikdə isə the team worked diligently to complete the project ahead of the schedule. Komanda vaxtından əvvəl layihəni bitirmək üçün çox çalışdı. Vaxtından əvvəl bitirmək üçün çox çalışdı. Deməli, vergül var. Vergül varsa bizə tabesizlik bağlayıcılar lazımdır. For that tabellik bağlayıcısıdır. Consequently ifadəsi nəticə etibarilə özündən əvvəl nöqtəli vergül qəbul edər. Despite da ki, yenə despite the fact that deyirsə, bu da tabellik bağlayıcıdır. Bizə tabesizlik bağlayıcısı lazımdır. Ya B ya da I variantı olar. B variantı deyir ki, buna görə də onlar qərarlaşdılar ki, fasilə versinlər və öz uğurlarını qeyd etsinlər. I variantı isə bəli, ana cümlədə dedik ki, komanda çox çalışdı ki, vaxtından öncə tamamlasın layihəni. Ancaq onlar bunu edə bilmədilər. Son vaxta qədər çatdıra bilmədilər. Doğru variantımız təbii ki, I variantı. 10-cu suala gəldikdə isə sadə cümlələr verib onu mürəkkəbə çevirəcəyik. John went to the grocery store. He bought some fruits and vegetables. Mary went to the bookstore. John tərəvəz dükanına, Mary isə kitab mağazasına gedir. Fərqliliklər var. Məsələn, B variantında B variantında since, C variantında because, bunlar səbəb bildirir. Xeyr, cümlədə səbəbli bir şey yoxdur. Ataq getsin. D variantında also veribdir. Baxmayaraq ki, John tərəvəz dükanına getdi, Mary isə kitab mağazasına getdi. Əslində cümlədə ziddiyyət var da, amma fərqli mübtadalar olduğu üçün biz bunu while-dan götürsək daha doğru olar. John
tərəvəz dükanına getdi, ancaq Mary isə kitab mağazasına. Demişdik ki, while whereas cümlədə mübtadalar bildirəcəkdir, ziddiyyət bildirəcək. Sadəcə cümlədə mübtadalar fərqli olduğu təqdirdə istifadə edirik. Ona görə A variantını götürə bilərik. I variantı, D variantı, zo, olzodu, batdı. Bunlar da ziddiyyət bildirir, amma onlarda mübtadalar deməli nə demişdik? Fərqli olduğu üçün while-ın bir ərazinin istifadəsi daha çox tərcih edilən bir cümlədir. A variantı. 11-ə gəldikdə cümlədə nə verilibdir? It controlling Peter, a toy snake was. Deməli belə olar da was controlling ifadəsi Peter was controlling. Peter was controlling. Cümlə belə olacaq. Daha sonra o zaman it was a snake toy. 1, 5, 4 ya da 1, 7, 4. Harada yanaşı gəlibsə götürək. 1, 5, 4, 1, 7, 4. Daha sonra B variantı ilə getsək. It was a snake toy. 6 and Peter was 2 controlling. 9, 8 yox, 8, 9 olmalıdır. It is movement. D variantı qalır onda. 12 gəldikdə isə inversiya müəyyənləşdirəcəyik. She didn't realize that she hadn't lost her purse until the bag was opened by her. Çanta onun tərəfindən açılmayana qədər o anlamadı ki, pul qabını itirməyibdir. Deməli, indi bizə nə lazımdır? Birincisi cümlədə until var, mütləq inversiya yaranacaqdır. Və inversiya bu tərəfdə olmayacaq. Yəni bu budaq cümlədir də, burada olmayacaqdır. Harada olacaqdır? Baş cümlədə. Yəni bu hissədə. Qısacası, yaşıl rənglə işarələdiyimiz hissə cümlənin əvvəlinə keçir. O budaq cümlədə o əvvələ keçəcək. Inversiya isə digər tərəfdə olacaqdır. Məsələn, I variantından başlasaq, not since deyir, bu zaten mənac uyğunluq yoxdur. Həm də həm didi qabaq atıbdır, həm də hədi qabaq atıb ola bilməz. D variantında only by opening her bag did she realize olardı. Didlə geri dönüş etməli idi. Amma burada hədi qabaq atıb, bu da yanlış. Not until hissəsi nə dedik? Budaq cümlədə the bag open hissəsi, orada inversiya olmaz. B variantında only after xeyir. Nə qabağa keçməli idi? Yaşıl rəngdə işarələdiyimiz. Yəni bu hissə qabağa keçəcəkdi. Qabağa keçməli idi. Inversiya da did she realize hissəsində. Yəni orada olacaqdı bu formada. A variantı only when the bag was opened by her. Yalnız çanta onun tərəfindən açılanda did she realize. O yalnız o zaman anladı ki, onun pul qapısı itməyibdi. Nə dedik? The bag was open hissəsi budaq cümlədə əvvələ keçibdi. Inversiya da did she realize digər hissədə, yəni baş cümlədə olubdur. A variantı düppədüzdür. 13-də definitionları müəyyənləşdirəcəyik. Məsələn, cuisine mətbəx mənasını, məcazi mənada, məsələn, Azərbaycan mətbəxi, Türk mətbəxi bu mənanı ifadə edəcəkdir. O zaman style of or type of cooking B variantı, raw çiğ mənasını bildirir, not cooked D variantı. Destination müəyyən bir gediləcək yer, təyinat nöqtəsi, the place where someone or something is going C. Mild da mülayim mənasını bildirir, not very strong in flavor taste. Yəni dadda olan mülayimlik. B, D, A, C, B, D. Deməli, biri olacaqdı B variantı. Sonra 3'ə D, D, A. 1'ə B, 3'ə D, 2'ə C, 4. Tapa bilsəm yaxşı olacaqdı. Deməli, 1'ə B. 2'ə nə oldu? A, 3'ə D, 4'ə C. Bəli, D variantımız düppədüz variantdır. 14'də what happened to ilə işləyəcəkdə happened to yoxsa nə olmuşdu? To ilə geri dönüş edəcəyik. I tried to get in with you. Get in touch with you daha doğrusu səninlə əlaqə saxlamaq istədim dünən. Buna çalışdım but I couldn't. Lakin bacarmadım. Deməli birincidə to, ikinci, üçüncüdə in with ifadəsi olacaqdır. Daha sonra digər hissəyə gəldikdə I was in hospital. Mən xəstəxanadaydım. Xəstəyəm, xəstəxanadayım. O zaman dedi ki, indən sonra hər hansı bir təyin edici ehtiyac yoxdur. I feel much better as I'm getting over the flu. Sağaldığıma görə hal-hazırda yaxşıyam.
get over sağalmaq mənasını ifadə edəcəkdir. O zaman doğru variantımız bir variantı. Happen to ilə işlənəcəkdir. Get in touch with ifadəsi olacaqdır. In hospital xəstəxanada olmaq, get over sağalmaq. Yaxşı, get away nə olacaqdır? Qaçıb canını qurtarmaq, qaçmaq. Başına götürüb qaçmaq anlamını ifadə edəcəkdir. Ardıcıllıqla paraqrafı tamamlama testinə gəldikdə isə ilk növbədə variantlara diqqət edirsək, əsasən 4-3, 3-4-dən başlayıbdır. Çünki 2-də the adoption of solar energy, yəni cümlədə giriş cümləsi yoxdur. Günəş enerjisinin qəbul edilməsi, mənimsənilməsi bundan danışır. Bizə ana cümlə lazımdır. 3-ə gəldikdə as a result nəticə etibarilə deyir. Nəyi nəticə etibarilə? Ona görə bunların heç biri uyğun variant kimi götürülə bilməyəcəkdir. Dördlərlə başlasaq, hər iki variantda 4-ü veribdir. 4-də nədən danışır? Many countries are investing in eco-friendly project. Bir çox ölkələr daha təbiətə ziyan vurmayan həmin o layihələr üçün sərmayə qoyurlar. Deməli, deyə bilərik bunu. Yəni, yaşıl enerji mənbələrinə keçidi təmin etmək üçün, bunu əlçatan etmək üçün eco-friendly layihələrinə, ekoloji cəhətdən faydalı olan layihələrə sərmayə qoyurlar. 4-ü deyə biləcəyik, super. 4-dən sonra nə gələcəkdir? 1-dən geri dönüş eləyir. 1-ə gəldikdə solar power is a sustainable and renewable energy sources is one of these energy sources and it is abundant in many regions. Günəş enerjisi davamlı və yenilənə bilən bir enerji mənbəsidir. Ancaq bir çox regionlarda artıq bu deməli və bir çox regionlarda artıq bu abundant çox saydadır. Yəni boldur. Bir şeyin həddindən artıq çox olduğunu vurğulayacaqdır. 4-1-dən geri dönüş eləyirik. Bu çox əla. 6 ilə mı dönüş edəkmi, yoxsa 5-dənmi? A variantından yola çıxsaq, 5-dən geri dönüş eləyir. Deməli, bu enerji nə vasitəsilə istifadə olunur? Günəş panelləri vasitəsilə bu enerji istifadə olunur. O zaman 5-dən sonra 6 gələcəkdir. Həmin o günəş panelləri də sunlight işıqları elektrikə çevirir. Düppədüz 5-6. Arxasıca 3-dən geri dönüş eləyəcəyik. Nəticə etibarilə artıq son illərdəki o texnologiyalardan əldə edilən irəliləyişlər nəticəsində günəş enerjisi daha faydalı olubdur və yaxud da daha efficient sərfəli olubdur və s. 3 və ən axırda da 2. Bəli, A variantı tam ardıcılığı təyin edəcək. Neçənci sual? 15-də doğru variantımız A. 16-da verilən cümləyə yaxın mənalı cümləyə seçəcəyik. His entrepreneurial spirit and perseverance in the face of adversity propelled him to achieve remarkable success, turning his small startup in the global empire. Deməli, ana cümləyə diqqət edirsək, onun o necə deyək, sahibkarlıq ruhu, eləcə də əzmkarlığı, müəyyən çətinliklərlə üzləşən zaman əzmkarlığı ona nəzər çarpacaq qədər uğur qazanmağa sövq etdi onu. Və onun kiçik addımları böyük bir imperiya, qlobal bir imperiya çevirdi. O zaman cümlə müsbət cümlədir. A variantına gəldikdə, A variantı tam oturacaqdır. Niyə? His determination and courage, onun qətiyyəti, cəsarəti ona böyük bir nailiyyətlər gətirdi. Onun kiçik addımlarını international business, beynəlxalq bir işə, qlobal səviyyədə böyük bir işə çevirmiş oldu. A variantı doğrudur. Cümlədə inkarlıq, yəni baxmayaraq anlamını ifadə edəcək bir şey olmadığına görə B, I variantını atacağıq. C variantına gəldikdə isə lack of ifadəsi istifadə edir. Yəni onun sahibkarlıq sahəsində təcrübələrinin olmamasından danışır. O zaman bu ifadəni cümlədən ataq. Yəni onun iş sahəsində fərasətli olmaması. Acumen ifadəsi, yəni fərasət bu mənanı ifadə edəcəkdir. Digər tərəfə gəldikdə D variantında isə
He succeeds through luck, uğur sayəsində və coincidence, nə deyək buna, şans sayəsində deyir qazanmış oldu. Amma nə dedik? Şans deməyək, fürsət, fərasəti sayəsində bunu qazanmış oldu. Ana cümlədə nə deyirdi? Onun sahibkarlıq ruhu, əzmkarlığı var idi. Cümlədə şansdan söhbət getmirdi. Ona görə bir dənə A variantımız tam-tamına doğru variant olacaqdır. 17'ye gəldikdə Ben, the plane isn't going to take off until 7 p.m. Ne deyərik, rahatlaş Ben. Təyyarə saat 7-yə getməyəcəkdi. O zaman rahatlaşmaq anlamını ifadə edən chill out ifadəsi olacaqdı. Digər ifadələrə wind up, əsəbləşmək, gözündən çıxmaq mənasını bildirəcəkdi və yaxud da nəyisə bitirmək, focus on fikrini cəmləmək, give up, təslim olmaq, endində nəticələnmək. Doğru variantımız C variantı. 18 rahat suallardan biridir. Deməli, nədən geri dönüş edə bilərik? Some friends of him də deyə bilərəm. Amma his deyə bilməyəcəyim. Niyə? Daha doğrusu him deyə bilməyəcəyim. Niyə? Çünki ofdan əvvəl isim varsa, ofdan sonra bizə yelik əvəzlikləri lazımdır. Obyekt deyil. Obyekt o zaman istifadə olunar ki, məsələn, some of them. Sadəcə təyin edici gəlsəydi, o zaman ofdan sonra obyekt əvəzliyi götürə bilirəm. Amma burada isim gəldi. İsim gəlibsə mənə obyekt əvəzliyi lazım deyil. Yəni müstəqil yelik əvəzliklərindən geri dönüş edə bilərik. Digər tərəfə gəldikdə, deməli, bu tərəfdə də isim lazımdır. Okay. Hər birində zaten ikinci hissədə isim veribdir. O zaman cümlənin tərcüməsinə gedəcəyik. All of friends, all of bu uyğun gəlməyəcək, xeyr. Some friends of mine agree me not open one of its doors. I variantına gəldikdə isə friends sözü deməli cəmdə olduğuna görə iç götürə bilməyəcəyik. I variantında isə non birbaşa isimlərlə birləşə bilmir. O zaman C variantı. Yəni biz non isimlə birləşdirməyimiz üçün none of ifadəsini istifadə etməliyik. İçdə every, ezədir, neyzədir. Bunlar da özlərindən sonra tək isim götürür. O zaman cəm isim götürə bilər ki, of qoyaq. Yəni each of the friends deyə bilərəm birbaşa. Amma içdən sonra cəm isim istifadə edə bilməyəcəyəm təbii ki. 19'a gəldikdə isə deməli, cümlə başında nə verə bilərik? To-lu ifadələrdən gələ bilərikmi? Cümlədə məchulluq olacaqdır. Bitkilərdən, heyvan qalıqlarından yaradılmış o fosillərdən, qalıq yanacaqlardan danışılır. Formalaşdırılmış, bizə məchulluq lazımdır. Məchulluq lazımdırsa to formdur, sadəcə forming ifadəsidir. Bunlar aktiv ifadə edəcək. To be formed deyə bilərik və yaxud da ki, sadəcə formed ifadəsinə geri dönüş edə bilərik. İkinci dəfə gəldikdə, milyon il əvvəl yaşamış heyvanlar. Burada artıq aktivdir. Aktivdirsə, live deyə bilməyəcəyik. Yəni, aktivdir və isimdən sonra gələn nə olacaqdır? P1 olacaqdır. Present, participle. O zaman, if-dən sonraki hissədə nəydən geri dönüş edə bilərik? Diqqət edirsək, nə deyir? Minilliklər əvvəl yaşamış həmin o bitkilərdən, eləcə də heyvanlardan əldə edilmiş həmin qalıq yanacaqlar problemlərə səbəb oluna bilər. Nə zaman? Əgər onlar yandırılarsa. Sadəcə burn ifadəsini verməyimiz kifayətdir. D variantı. Sinonimlə müəyyənləşdirəcəyik. Hug, embrace ifadəsi qucaqlaşmaq anlamını ifadə edəcəkdir. Objective purpose ifadəsi məqsəd ifadə edəcək. Disguised, ilgənmək. Camouflage ifadəsi gizlətmək, burada yoxdur. Destination, təyinat nöqtəsi, commitment, öhdəlik, burada da yoxdur. 5-ə gəldikdə isə deməli, sakım ifadəsi bir də yığ, bəli, bunları da götürə biləcəyik. 1, 2, bir də 5 D variantı. Hug, embrace, qucaqlaşmaq, objective purpose, məqsəd, sakım yield ifadəsi də deməli bu da ifadə edəcəkdir. Təslim olmaq mənasını ifadə edir. Yəni bunların hər biri
sinonim kimi götürüləcəkdir. Düppədüz. Davam edirik 21 ilə. Many ifadəsi hansı ifadə ilə gələr? A good many ifadəsidir. Daha çox istifadə etdiyimiz a good many people C variantı uyğun gələcəkdir. Digər tərəfə gəldikdə all the both da birbaşa Z artiklı ilə birləşə biləcəkdir. Our sözü an hour olacaqdır. Safari qayda ifadəsində isə məlum olduğu üçün Z ilə geri dönüş edirik. C variantı. %22-də isə cümlələri mürəkkəb cümlə verilibdir və biz onu sadə bir cümləyə çevirəcəyik. Okay. If ilə başlayan cümlədirsə şərtdir. Şərt olan cümlədə because səbəblə davam edə bilmirəm. Şərt isə bizə deməli şərt budaq cümlə. Burada before gəlib. Before da zamanı ifadə edəcəkdir. Before'dan da gedə bilməyəcəyik biz. I variantına gəldikdə in spite of baxmayaraq anlamını ifadə edir. Məsələn, burada şərt veribsə biz unless-də geri dönüş edə bilərik. Əsas cümlədə nə deyir? Əgər deyir employers işə götürənlər professional inkişaf üçün imkanlarla təmin etsələr, o zaman they can enhance overall job satisfaction among their workers. İşçilər arasında işdən məmnuniyyət hallarını da artırmış ola bilərlər. Onu da geri dönüş eləyəndə unless ifadəsini versək, məncə daha doğru ola biləcəkdir. İşçilər əgər imkanlar verməsə, o zaman iş mühitində də əhəmiyyətli dərəcədə artım olmayacaq bir variantı. Uzun cümlələri təhlil etməkdənsə sadəcə olaraq, məsələn, because səbəb bağlayıcısı olsaydı, biz geri dönüş eləyəndə because of-la geri dönüş edə bilərdik və ya also varsa, though varsa, despite, in spite ifadəsi ilə, if varsa, unless-dən, yəni bu kimi hallarla geri dönüş eləyəndə məncə düşünürəm ki, tapmaq daha asan olacaqdır. 23-ə gəldikdə hansı elvali ifadə adverb hesab olunmayacaqdır? Diqqət yetirsək, məsələn, wounded peki var. Pekinin qarşısına elvali ifadə gəlib, bu adverbdir. 2-də turn o çevriləndə deməli, feildən sonra elvay gəlibdir, adverb. 3-də shining P1-dir. P1-in qarşısına elvay gəlibsə adverb olacaqdır. Amma to be-dən sonra so cowardly bu artıq sonu elvaydan bitməsinə baxmayaraq bu sifətdir. 5-ə də gəldikdə costly ifadəsi də yenə to be-dən sonra gəldiyi üçün sifət hesab olunacaqdır. Yəni bahalı mənasını ifadə edəcəkdir. Sadəcə cost qiymət, dəyər deməkdir, isimdir. Və biz onu sifət formasına salmaq üçün elvay əlavə etmişik. Coward ifadəsi də belədir. Sadəcə isimdir. Coward ifadəsi qorxu mənasını ifadə edəcəkdir, amma isimdir. Və biz onu sifət formasına salmaq üçün sonuna elvay əlavə edəcəyik. Yəni 4-dən 5 elvali ifadələr zərf deyil də sifətdir. 24-ə gəldikdə düzgün uzlaşmanı təyin edəcəyik. 1/3 of the school children living in the city. 1/3 deyir. Cümlədə kəsr sayı var da, 3-də 1 kəsr sayı varsa ofdan sonraya baxırıq. Children-a görə iz veribdir, yanlış. The only one of the students. Sadəcə one of olsaydı, who-nun xəbəri cəmdə olacaqdı. The only one deyirsə, who-nun xəbəri, yəni budaq cümlənin xəbəri təkdə olacaq. Düzgün. Some of the books. Deməli, baş cümlə budur. Baş cümlənin xəbəri də budur. Were olacaqdı. Yanlış. Many a woman. Many a özünə sonra tək isim götürür. O zaman xəbər də is təkdə olacaqdı. A good many teenagers cəmdə olduğuna görə xəbər cəmdə olacaqdı. Doğru variantımız Bakı variantı. 25-ə gəldikdə diqqət yetirsək situasiyaya, adam keçən ay $1 milyon ödür və nəticə etibarilə bütün pulu xərcləyir. Nə deyəcəyik? Loteriyadan uddu və xərclədi, bitdi, getdi. Bir məsəl var, haydan gələn huya gedər. Easy come, easy go, i variantı. Digər atalar sözlərinə don't cross the bridge before you get to it. Tələsmə, tələsən təndirə düşər. B variantına gəldikdə he who works as a slave eats as a king. Əziyyət çəkməyən bal yeməz ifadəsidir də bu. C variantı. Deməli, C variantı bizdə hansı atalar sözü ilə uyğunlaşacaqdır? Fürsətlər deyir, çətin işin içərisində gizlənir. Məncə bu anlamı ifadə edəcəkdir. D variantında a bad workman never finds a good tool.
Bir məsələ var idi, pis işçi həmişə öz alətlərini günahlandırar. Burada da pis işçi heç vaxt yaxşı alət tapmaz, yəni günahı özündə heç vaxt görməz kimi anlam ifadə edəcəkdir. Doğru variantımız təbii ki, variant olacaqdır. 26-da isə altına xətt çəkilmiş sözlərin antonimi tapacağıq. Stop dayandırmaq deməkdir. Antonimi başlamaq anlamını ifadə edən bir söz lazımdır. Məsələn, cease də dayandırmaq anlamını ifadə edir deyə, end də dayandırmaq anlamını ifadə edir deyə bunları ataq getsin. Take over nəsə bir kontrolu ələ almaq anlamını ifadə eləyir. Wind up qurmaq, bir mənası əsəbləşmək, özündən çıxmaq. Merciless amansız, sərt, harsh da sərtdir, merciless də yenə amansız, sərt anlamını ifadə edir. Bir də i variantı qaldı. Stop dayandırmaq, commence başlamaq anlamını ifadə edəcək. Harsh, sərt, mild da mülayim. Bəli, antonim olacaqdır. %27-də isə modalları, düzgün modalı tapaq. I think I have seen Terry in the car park this morning. Məncə mən bu səhər Terry'ni maşın parkingində, yəni maşın parkında gördüm. Nə deyəcəkdi qarşılığında? He is in the Netherlands now. O indi Niderlanddadır. O zaman ola bilməz ki, sən onu görmüş olasan. Axı o Niderlanddadır. Deduction ifadəsi lazımdır. Deduction, past deduction, B variantı. Əslində must have peki də deductiondır. Sadəcə olaraq sən mütləq ki onu görmüş olmalısan. Başqa yolu yoxdur. Əminlik ifadə edir və müsbət cümlələrdə istifadə olunur. Amma neqativ cümlədə əminlik varsa, o zaman can't və ya couldn't have peki ifadəsini istifadə edəcəyik. C variantı needn't have been etməyinə ehtiyac yox idi. Niyə etdin? Needn't have peki etdin, amma etməyinə gərək yox idi. Shouldn't have been kaşki etməzdin, regret ifadə edəcəkdi və s. Doğru variantımız B variantı. 28-də gəldikdə get my act together özünə ələ almaq, fish out of water narahat, butterflies in my stomach həyecanlı mənasını ifadə edəcəkdir. A-da I really need to before I go into the board meeting. İclasa girməmişdən qabaq gərək ki özümü ələ alım. Get my act together 1 olacaqdır. When I transferred to a new school, yeni məktəbə keçəndə mən necə hiss edirdim? Narahat hiss edirdim özümü 2 3-ə də gəldikdə having butterflies in my stomach almost keep me from the going on stage. Heyecanlanmağım az qala məni səhnəyə çıxmaqdan saxlamışdı. Bu da olacaq C variantı. A, B, C doğru variantımız A variantı. %29-da sifətləri ardıcıllıqla düzəcəyik. Düsturunu yazaq, dosaskom qaydası ilə təbii ki gedəcəyik. To nədir? Determinə. Small size da lovely opinion'da. Opinion əvvələ keçəcəyik. Yəni biz lovely sözünü əvvələ qoymalıyıq. Ona görə ya B-yə I variantı olacaqdır. To lovely small size, fat kök, shape. Daha sonra size'dır, shape'dir, sonra color'dır. Onlardan sonra artıq onun real vəziyyətini, daha doğrusu size'dır, shape'dir. Bunlardan sonra onun real vəziyyətini ifadə edən adjective gələcək. Yəni clean, təmiz, daha sonra white, spot, həmin o, nə deyək, xallı. Bengal'da hara məxsus olduğunu göstərəcəkdir. I variantı doğru variant olacaqdır. 30-a gəldikdə gerund və participle istifadə edir. Deməli, cümlə inci ilə başlayıbdır, virgüldən ayrılıbsa, bu olacaqdır P1. Observe, do, feel, notice, hissi, qarbarış feilləri özündən sonra ING götürsə, yenə P1'dir, present participle. Deməli, A-da yoxdur. B-də, my looking forward, ING yəliyə girib gerunddur, söz öndən sonra gəlib yenə gerunddur. C variantında, living in the foreign country, cümlə ING ilə başlayıb, virgüldən ayrılıb P1'dir. I find learning the other language difficult. Mən başqa bir dil öyrənməyi çətin hesab etdim. Nəyi? Həqiqi dil öyrənməyə. Burada nəyi sualına cavab verdiyi üçün olacaqdır? Gerund. C variantında var. D variantına gəldikdə onun coming home, evə gələndə söz öndən sonra ING ifadə gəlib gerunddur. I saw my dog jumping. Jump ifadəsi burada olmalıydı. İsmin qarşısında deyil. Ona görə yanlışdır. I variantına gəldikdə since eating balanced diet söz öndən sonra ING ifadə gəlibsə gerunddur, amma P1 yoxdur. Bir dənə C variantımız əlimizdə qaldı.
31-də isə verilən cümləni deməli məchula çevirəcəyik. Okay. Deməli, ya bunu passive impersonal yoxsa personal heç bir şey deməyibdir. O zaman biz bunu A variantındakı kimi impersonal formada çevirsək, sadəcə people götürüb it is said deyirik. Ya bu tərəfdə isə cümlə olduğu kimi qalır. Amma görün bu tərəf necə eləyib to be ilə geri dönüş eləyib. O zaman olmayacaqdır. Və ya şəxsi formada çevirəndə isə necə eləyirik? Jesse owns, yəni budağın mübtədası gəlir keçir əvvələ. Xəbər də baş cümlədən götürüləcək. Say indiki zamandadırsa is said deyəcəyik. Və bu tərəfdə də artıq biz baş cümlə ilə budaq cümlə mübtəda zamanı fərqli olduğuna görə, biri indi biri keçmiş olduğuna görə to had been ifadəsini geri dönüş edərik. Deməli nə 1 deyil, nə də ki 2 deyil. 3-ə gəldikdə 3 şəxsli formadadır. Necə? Məsələn, baxın, budağı mübtədasını götürüb gətirib əvvələ qoyub. Xəbər payını baş cümlədən götürüb is said. İndi budaqda zaman keçmişdir. Baş cümlədə nədir? İndikidir. Budaqda keçmiş, baş cümlədə indikidirsə, biz qısalma zamanı to have been ifadəsini istifadə edəcəyik. 3 doğru. Və ya impersonal formada deyəcəyik. Impersonalda necə olur? Sadəcə people say hissəsindəki people-ı atırıq, it is said deyirik. Budaq cümlədə olduğu kimi qalır. Baxın, olduğu kimi qalır. O zaman 3 və 4 i variantı. Biz bunu passive voice bölməsinə keçmişdik. Xırdalığına qədər keçmişdik. 32 gəldikdə I would rather travel to Petra than Cairo. Qahirədənsə Petraya səyahət etməyi tərcih edirəm. O zaman nə deyə bilərik? İki isim arasında whose götürə bilərik. Bir doğrudur. Ya da ki, belə deyəcəyik. İsim of cansızdırsa which, canlıdırsa whom olacaqdır. İndi baxırıq. Petra şəhər adıdır. Təbii ki, whom-la geri dönüş edə bilmirik. 2. Yəni 1 ilə 2 eyni şeydir. Bir var ki, iki isim arasında isim, whose isim istifadə edirik. Bir də var ki, isim cansız olduğuna görə of which. Yəni 1-2 düppədüz variantdır. 3-də söz önündən sonra zət işləməyəcəyini görə 3-ü atırıq. 4-ə gəldikdə də of ehtiyac yox idi. Of nə zaman olardı? İsim, of, which və ya canlıdırsa isim, of whom və ya sadəcə iki isim arasında who's istifadə edəcəyik. Doğru variantımız 1-2 D variantı. 33-ə gəldikdə nida cümləsinin düzgün formasını istəyir. What a highly respected man your uncle was. İdidir. İdinin qarşısında ly adverb istifadə olunubdur və article gəlib düppədüz. What deep dark wells they were. Necə də dərin bir nə deyək buna? Sözü unuttum. Well quyulardır. Bu da doğrudur. 3-ə gəldikdə what an incredibly ly gələcəkdir sifətin qarşısında. 3 səhvdir. 4-ə gəldikdə what a sudden movement article yoxdur. 5-ə gəldikdə 5 də doğrudur. Buradakı article right olan article olacaqdır. 1, 2, 5 D variantı. 34-də isə nəyə diqqət edəcəyik? Jeremy denies, sözündən sonra ing qəbul edəcək. Bir də ki, deny-dən sonra adətən istifadə olunur. Deməli, gerundun perfect forması, yəni həbli ifadələr istifadə olunur. Nə isə edirsən və sonra onu inkar edirsən. Ona görə də zaman fərqi olduğuna görə adətən biz perfect forma ilə geri dönüş edirik. Bir də ki, cümlədə tamamlıq var. Tamamlıq olduğuna görə being taught məchula ehtiyac yoxdur. Having been taught da məchuldur. Məchula ehtiyac yoxdur. Jeremy deyir, inkar elədi uşaqlarına öyrətdiyi nəyi, maşını necə işlək vəziyyətə gətirmək lazımdır, bunu öyrətdiyini inkar elədi. Deməli, aktiv olmalıdır. B ya da ki, C variantı olacaqdır. How sual cümlələrində deyil də, qısalma cümlələrində bağlayıcı funksiyasına çıxış edirsə, feili to-lu götürəcəkdir. To make olacaqdır. Make də özündən sonra donmuş feil götürdüyünə görə C variantımız doğrudur. Bir daha diqqət yetirəcəyik nəyə? Deny feil özündən sonra gerund götürəcəkdir. Hadisələr arasında zaman fərqi olduğuna görə bitmiş formada gəlməlidir gerund. Daha sonra how bağlayıcıdır. Bağlayıcılar WH-li ifadələr cümlə ortasına gəlib və özündən sonra qısalma cümlələrində məstər götürəcəkdir. Make-dən sonra da feil donmuş formada istifadə olunur. 35-ə gəldikdə isə cümlənin ardıcılığı tamamlayacağıq. He has been told me. Cümlədə he var.
Yəni mübtəda var, tamamlıq var. Niyə məchuldan geri dönüşədək ki? O zaman bu yanlış. He has got to watch the children playing and dancing in the yard. Deməli, he has got to watch. Cümlə aktiv cümlədir və has'dir burada. Has desə hasn't-la geri dönüş edəcəkdik. O zaman bu da yanlış olacaqdı. He hasn't been let down by his friends. Hasn't been. Deməli, has'dir və geri dönüşlərində has'dən geri dönüş edib doğrudur. He has given some puppies, yox, by his sons deyirsə, o zaman məchuldur. Onda burada verilən has deyil də is'in qısalmışıdır, it's given'dır. Geri dönüş eləyəndə isn't-la geri dönüş edəcəkdik. Və 5-də he has already given up smoking cigarettes. Burada da has'dir və geri dönüş eləyəndə təqində has'lə geri dönüş eləyib doğrudur. 3-5 A variantı. 36-da feilin təsvirlənməyən formalarının düzgün formada işləndiyi cümlə bizə lazımdır. Tom admit özünə sonra ing gətirəcəkdir. Həm də admit, forcedan sonra da to-lu feil olmalıdır. A variantımız yanlış. B variantına gəldikdə to be opposed ifadəsi özündən sonra ingili ifadə gətirəcəkdir. Yəni get gətirib, getting gətiribdir. Get feili özündən sonra cansız bir şey götürəndə past participle götürər. Yəni gettingdən sonra the project gəlib, digər tərəfdə də changed gəlib, B doğru. To be accustomed ifadəsi özündən sonra ing götürəcək, have doğrudur, having forması. Amma have-dən sonra canlı gələndə biz donmuş feil götürərik deyə səhvdir. Suggest-dan sonra ing-li ifadə olmalıdır. I-yə gəldikdə I'm looking forward to having olacaq, bəli, amma have-dən sonra canlı gələndə biz donmuş feil gətirməliydik, sadəcə bring olmalıydı. Doğru variantımız B variantı olacaqdır. 37. Şərt budaq cümləsinin düzgün işləndiyi cümlə. If I knew Japanese, əgər Yapon dilini bilsəm, o zaman şirkət tərəfindən işə götürülərdi. Bu, deməli olacaqdır mixed. Bu tərəf type 2-dur. Bu tərəf olacaqdır type 3. Bunlar da qarışıb yaradıb mix. Doğrudurmu? Bəli, doğrudur. 2-yə gəldikdə if I had gone to Japan last year, əgər keçən il Yaponiyaya getsəydim, indi elə orada işləyirdim. Deməli, birinci tərəf past perfectdir, yəni birinci tərəf set conditionaldır. Keçmiş sadə zamanın zaman zərfləri olduğuna görə biz had gone istifadə edəcəyik. Bu tərəfə gələndə isə type 2-dur və indi orada işləyərdim. Yenə mix olubdur, doğru. 1-2 doğrudur. 3-də last var, keçən sezon. Last varsa, o zaman biz burada she had learned ifadəsindən istifadə edərdik. Yenə mix olacaqdı, sadəcə had learned olacaqdı. 4-ə gəldikdə if I were you, əgər mən sənin yerin olsam, mən ora gedərəm. Nə olduğuna görə second conditionaldır. O zaman I would go ifadəsi olmalıydı. D variantımız doğrudur. 38-də verilən sözlərin sinonim müəyyənləşdirici. Comprehensive hər tərəfli deməkdir. Incomplete, natamam deməkdir. Sinonim olmayacaq təbii ki. Broad, extensive, geniş, hər tərəfli. Amma limited, limitli sayda deməkdir. O zaman buna getdik. After concerns, burada isim kimi istifadə olunubdur. Nə deyək buna? Bir narahatlıq anlamını ifadə edəcəkdir. Indifference, biganəlik, laqeydlik, xeyr, bunu götürə bilməyəcək. Satisfaction isə məmnuniyyət ifadə edəcəkdir. Narahatlıq deyirsə, o zaman anxiety, birincidə all inclusive ifadəsi hər tərəfli. Contribute, töhfə vermək ifadəsi, bu da promote, təşviq etmək, töhfə vermək, bəli. E variantımız tam-tamına oturacaqdır. 39-a gəldikdə yanlışları müəyyənləşdirəcəyik. One species of plant, species sözünün təki cəmi eynidir. Yanında one gəlibsə təkli ifadə edir. Xəbərdə həzdir, bu doğrudur. The internet is a means of communication, artiklı yoxdur, içi səhvdir. One means of transportation, means sözünün təki cəmi eynidir. One gəlibsə deməli təkli ifadə edəcəkdir. Xəbərdə təkli verib, bu da doğrudur. Amma bizə yanlış lazımdır. Biri içidir yanlışın. E variantına gəldikdə species sözü təki cəmi eynidir. Bir dənə bitki növündən söhbət gedirsə, o zaman species olmalıydı. 2-4 B variantı. 40-da isə sayılar hansı cümlədə düzgün formada istifadə olunubdur? Million qarşısına a few alıb, özünə sonra cəmsim gətiribdir. A few million books doğrudurmu? Bəli, doğrudur. 2-də deməli, ölkənin deyək ki, 7-də 2-si kəsr saydı.
O zaman sürət birdən böyük olduğuna görə məxrəcə S əlavə edəcəydik. 2 səhvdir. 3-ə gəldikdə I read a 200 page book. Defisdən sonraki isim cəmlənə bilməz. Defisdən sonraki isimlər cəmlənməyəcək deyə. O zaman 3-ü də cümlədən atırıq. Hələ ki düzgün istəyir də bizdən. Hələ ki 1 doğrudur. 1.5 kilos. 1 kilo yarım. And a half kilos. Sözdə cəmlənib. 1-4 doğru. 5-ə gəldikdə isə deməli 3 quarters 4-də 3 deyir. Sürət birdən böyük olduğuna görə məxrəci S artırmışıq. Amma ofdan sonra bir təyin edici qoyacaqdik deyə bu da yanlışdır. Doğru variantımız 1-4 E variantı.